İncəsənət bəzən sözlə deyə bilmədiklərimizi baxışlara, melodiyalara, rənglərə çevirən bir gücdür. Musiqi isə incəsənətin ən universal bir dilidir. Hər kəsin anlaya bildiyi və hər kəsin özünü ifadə edə bildiyi bir vasitədir. Elə yeri gəlmişkən qeyd eləyək ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xalqımızın çox sevilən Dilbərim xalq mahnısı əsasında çox fərqli, çox dəyərli bir layihəyə imza atıb. Bu layihə təkcə bir musiqi deyil, bir çağırışdır. Hər kəs üçün bərabər imkanlara, birgə yaradıcılığa və gözəlliyin paylaşılmasına bir dəvətdir. O layihəni siz birazdan efirdə görəcəksiniz, əziz dostlar. Layihədən danışacaq dostlarımız da artıq buradadırlar, studiyadadılar. Onları salamlayaq, sonra biz sizə təqdim eləyəcəyik layihəni. Dost İnklüziv və İnkişaf Yaradıcılıq Mərkəzinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fərqanə Səfər bizlə birlikdədir. Fərqanə xanım, salamlayırıq sizi. Eyni zamanda benefisiar Orxan İmanov da studiyamızdadır. Orxan, xoş gəlmişsiniz. Ürəkdən salamlayırıq. Sabahınız xeyirli olsun. Biz də sizi və tamaşaçılarımızı salamlayırıq. Uğurlu gün arzulayırıq hər birinizə. Təşəkkür edirik. Biz istəyirik ki, əvvəlcə söhbətə keçməzdən əvvəl Dilbərim xalq mahnısını o fərqli təqdimatda izləyək, izləyicilərlə, tamaşaçılarla birgə. Sonra təbii ki, söhbət olacaq. Möhtəşəmsiniz. Nə gözəl iş qoymuşsunuz ortaya Fərqanə xanım. Təşəkkür edirik. Çox gözəldir. Orada təbii ki, əziyyəti, əməyi olan hər kəsə buradan salamlar, sevgilər və təbriklərimiz. Gəlin danışaq layihədən. Necə başladı, necə ideya yarandı? Əvvəla mən təşəkkür edirəm bizi dəvət elədiyiniz üçün. Bu layihə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilən, ərsəyə gətirilən onlarla layihədən biridir. Təbii, amma fərqi instrumental ifa olmasıdır. Rəqs elementləri ilə zənginləşdirilib. Biz bu layihəni Dünya Musiqi Günü təqdim etdik və bu da təsadüfi deyildi. Çünki Azərbaycan musiqisi bir milli dəyər olmaqla yanaşı, həm də dünya musiqisinin ayrılmaz bir hissəsidir və musiqi sərhədsiz olduğu kimi istedad da sərhədsizdir. Biz də bu layihədə bunu vurğulamağa çalışmışıq. Bu layihənin musiqi tərtibatı, aranjmanı bizim mərkəzin peşəkar əməkdaşı Rasim Məmmədova məxsusdur. Bu ad da yəqin ki, sizin üçün tanışdır. Rasim müəllim bizim benefisiarlarla çox yaxından işləyir. Onların həm səs yazılarının qeydə alınması, eyni zamanda repertuar seçimində, musiqilərin seçimində onlara yaxından kömək edir və bu işi də çox böyük sevgi ilə, həvəslə həyata keçirir. İşte sevgi o dəqiqə hiss olunur. Yəni izləyəndə artıq ilk saniyələrdən o sevgini hiss eləmək olur. Və bu musiqidə də özünüz də dinlədiniz, gördünüz klip layihəni də və burada da zərb alətlərindən, balaban elementlərindən, bas gitar, rəqs nümunələrindən istifadə olunub və belə bir kompozisiya yaranıb. Düzü bu musiqini dinlədikdə
ağla gələn oldu ki, mütləq burada rəqs elementləri olmalıdır və bizim rəqsin də quruluşunu elə mərkəzin təlimçiləri, səhnə ifaçılığı istiqaməti üzrə təlimçimiz Elşən Əsgərov və rəqs istiqaməti üzrə təlimçimiz Safura Əhmədova bu quruluşu verdilər. Yeri gəlmişkən elə klipdə bizim Safura xanım iştirak eləyib, Orxanın tərəf müqabilidir. Bu, belə deyək, əslində bizim mərkəzin də əsas missiyası həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiya olunması, onların istedad bacarıqlarının kəşf edilməsi, onların tanıdılmasıdır və bu missiyaya sadiq olaraq biz sənətin hər kəs üçün olduğunu göstərmək istədik. İstedadın, yenə də qeyd edirəm, sərhədsiz olduğunu göstərmək istədik. Təbii ki, bu işdə bizə bizim benefisiarımız, istedadlı benefisiarımız Orxan İmanov kömək oldu. Orxanın belə bir təcrübəsi var idi əvvəlcədən. Orxan, ona rəqs idi, ona gözəl rəqs idi, nə gözəl. Təlimçinin adını qeyd etdi və anladıq ki, həm də sizin tərəf müqabiliniz olub bu klipdə. Amma bundan öncə rəqs bacarığınız, təcrübəniz var idimi? Yoxsa sırf bu layihə üçün hazırlıqlardan keçdiniz? Xeyr, bundan öncə rəqs belə təcrübəm olmuyor, düzün desəm. Amma ümumiyyətlə musiqini sevən bir insanım, yəni musiqi ilə yaşayan bir insanım və musiqi həmin an mənim ruhuma oxşadısa, mən yerindən asılı olmayaraq rəqs etməyə başlayıram. Amma profesional olaraq təbii ki, yox, məşğul olmamışam. Mənə də bu təklifi edəndə mərkəz tərəfindən mən böyük məmnuniyyətlə qarşıladım və bu işdə olmağı, iştirak etməyi ürəkdən istədim. Düzdür, vaxtımız az olmasına baxmayaraq hazırlıq vaxtından söhbət edir. Onu soruşacaqdım ki, nə qədər vaxtda qurulub bu rəqs? Mən düzün desəm bir gün içində, bəlkə də bir gün olmadı belə. Yəni 1 saat, 2 saatin içində hazırlanmış Orxan çox istedadlıdır. kompozisiya oldu bu. Bəli, və təbii ki, təlimçilərimiz Safura xanım və Elşən müəllimin birgə fəaliyyətinin nəticəsində onun bu işdə əməkləri çoxdur. Orxan, özür istəyirəm, bircə dəqiqə. Yəni siz belə davam eləyin. Gözə gəldiniz deyəsən bu klipdən sonra. Aha, buyurun mikrofona. Aha. Səsim gəlir. Gəlir. İndi hamı eşidir. Bəli, bu rəqsdə təlimçilərimiz Safura xanım və Elşən müəllimin köməyi böyük çoxdur və onların birgə fəaliyyətinin nəticəsində və mən də mənə tapşırılan tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışdım. Başqa inc sənətin hansı sahələrində maraq göstərirsiniz? Musiqi sizin üçün çox önəmlidir, bunu anladıq. Bəli. Oxumaqla filan aranız necədir? Siz başqa bir klipdə oxuyanda görə bilərik, indidən özümüzü hazırlayaq. Və yaxud da bəlkə bir rəsm çizən, çəkən ola bilər. Mən Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bədii oyma və keramika sahəsi ilə məşğul Deyirəm, olmuşam. hiss edirəm ki, orada nəsə rəsm işi var. Bəli, orada həm oyma, həm keramika sahəsinin məşğul olmuşam və bitirmişəm artıq oranı 2 ildir demək olar. Bəs məşğul olursunuz özünüzdə? Məşğul oluram, bəli, evdə məşğul oluram. Aferin sizə. Maraqlıdır bir məqam. Fərqanə xanım, sizcə bax bu cür layihələr, məsələn biz hazırda izləyəndə redaktorımız da deyir ki, məncə bu cür layihələr çox olmalıdır həqiqətən də. Bir körpü rolunu oynayır axı cəmiyyətdə. Bax bu cür layihələr cəmiyyətin o inklüzivliyə baxışında hansı dəyişiklikləri yarada bilər? Məsələn, bu bir neçə gün ərzində əsasən də sosial mediada paylaşıldı bu layihə. Nə kimi rəylər aldınız, nə kimi münasibət hiss etdiniz bu layihəyə qarşı? Biz artıq bir neçə belə layihə həyata keçirtmişik və ümumiyyətlə mərkəz həssas qrupdan olan şəxslərin inteqrasiyası, sosial adaptasiyası istiqamətində müxtəlif layihələr həyata keçirilir və biz hər layihədən sonra müsbət dönüşlər alırıq geri. Çox yüksək dəyərləndirirlər. Vətəndaşlar, izləyicilər, yəni bizim sosial şəbəkələrimizdə bu paylaşılır, eyni zamanda mediada işıqlandırılır və müsbət rəylər alırıq və bunun özü bizim benefisiarlarımızın motivasiyasına çox böyük dəstək olur. Biz onları bu layihələrə cəlb etdikcə daha çox istəyirlər, daha çox həvəs göstərirlər və böyük həvəslə, böyük belə deyək, sevinclə bu layihələrə qoşulurlar. Əlbəttə ki, çox böyük təsiri olur və bu qeyd dönüşlərdən də başa düşürük ki, bu layihələri davam etdirməliyik
və gələcəkdə təbii ki, o layihələr davamlı olacaq. Bizim də məqsədimiz onların bu istedadının kəşf edilməsidir və onların istedadını kəşf etdikcə bizi izləyən digər həssas qrupdan olan şəxslər, onların yaxınları da bunu görürlər və artıq mərkəzə müraciətlər daxil olur ki, biz də istəyirik bizim tutaq ki, övladımız, yaxınımız belə bir istedadı var, yaradıcılıq imkanları var. Bilirsiniz ki, mərkəzdə təkcə musiqi deyil, digər yaradıcılıq istiqamətləri də var. İstəyirlər ki, onların da övladları bundan faydalansın, bu xidmətlərdən və özlərini inkişaf etdirsinlər. Bu istiqamətlər deyir sizə, musiqində bir neçəsində adını sadalayarsınız. Ora qəbul necədir? Yəni, hər hansı bunun bir şərtləri mi var? Ödənişli, ödənişsiz, yoxsa limit sayı mı var? Çünki indi burada danışırsınız, bəli, evdə öz söhbətimizdən də. arabasında sadəcə cəmiyyətdən özünü təcrid edib əyləşən bizim bir dostumuz, ekran qarşısındakı bir dostumuz, bəlkə ola bilsin ki, baxmayaraq ki, bir neçə ildə bu barədə nə qədər dost haqqında danışılırsa, amma özünə qazana biləcəyi bir dostdan xəbərsizdir hələ də. Ona görə kiçik bir məlumat istəyirik bu yerdə. Bilirsiniz ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və bu mərkəz artıq 4 ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə yüzlərlə həssas qrupdan olan şəxsin uğur hekayəsinin yazıldığı məkana çevrilib. Bu mərkəzdə benefisiarlarımız bir-birini, onların isə hamısını biz qazanmışıq. Bu bizi doğrudan da çox sevindirir və mərkəzdə qeyd eləmişik hər zaman bunu 14 fəaliyyət və subfəaliyyət istiqaməti var. Bir neçəsinin adını qeyd edeyim, vaxtınızı çox almayayım. Duluzçuluqdur, bədii oymadır, təsviri incə sənətdir, dərzilik, xalçaçılıq, musiqi və digərləri. Və bu bizim benefisiarlarımız mərkəzə müraciət qaydalarını siz qeyd elədiniz. Müraciət çox rahatdır. Mərkəzə əvvəlcə mən qeyd edeyim, kimlər müraciət edə bilər? Elə buradan bizi izləyən tamaşaçılarımızın diqqətinə çatdırım ki, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideyn himayəsindən məhrum olmuş şəxslər, valideyni itirmiş şəxslər, əlilliyi olan şəxslər, asternatlı ailələrin üzvləri bizim mərkəzə müraciət edib. Böyük bir qrup Bəli, 5 kateqoriyadır burada. Bizə müraciət edib bizim xidmətlərimizdən faydalana bilərlər. Təbii ki, burada yaradıcı potensialı olan şəxslərin yaradıcılıq imkanlarını biz genişləndiririk, üzə çıxardırıq. Uğurlar bizim sizə. elə Şərait benefisiarlarımız var yaradırsınız, ki, imkan yaradırsınız ki, bəli, onlar gələndən sonra özlərində bu yeni Orxan neçə ildir dostluqları da dostluq sizinlə? qorunur. Mən artıq 2 ildir. Dostluq eləyirsiniz. Orxan, bir şey soruşaq. Daha doğrusu istəyəcəyik ki, siz də səslənəsiniz buradan. Həssas qrupdan olan insanlar var ki, indi bizi izləyirlər, baxırlar və bəlkə onların da hansısa bir bacarığı var, istedadı var. Amma Qısa bir hardasa utananlar, çalışsınlar. çəkinənlər, sizdən bir motive edici çağırış istəyəcəyik. Mən həmişə bundan öncəki çıxışlarda da bunu təkrar vurğulamışam ki, həssas qrupdan olan şəxslər üçün yəni bizim üçün heç nə mane ola bilməz. Yəni biz həqiqətən hər bir şeyi ürəkdən istəyiriksə və onu etmək bacarığındayıq və onu etmək gücündəyik. Buradan o şəxslərə, öz həssas qrupdan olan şəxslərə səslənərdim ki, evdə qapalı şəraitdə çox oturmasınlar, cəmiyyətə qoşulsunlar, cəmiyyətə inteqrasiya olsunlar və bizim mərkəzimizə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə başvursunlar. Orada biz həm sənət bizə öyrədirlər, həm biz orada dostluq öyrənirik, böyük bir ailə qazanmış oluruq. Yəqin ki, dostlarınız bu mesajınıza cavab verəcəklər. Çox təşəkkür edirik. Bizim də dostlarımız elə Dost İnklüziv və İnkişaf Yaradıcılıq Mərkəzindən idilər. Əziz dostlar, uğurlar sizə.